Mən Mərkəzi Gömrük Hospitalının kardiologiya şöbəsinin rəisi invaziv kardioloq İlqar Tahiroğlu. Bugün sizə invaziv kardiologiyanın ən aktual mövzularından olan, əməliyyatlarından olan valv-in-valv əməliyyatı haqqında məlumat vermək istəyirəm. Valv-in-valv nədir? Açıq cərrahi və ya invaziv yolla əməliyyat keçirilmiş və ürək qapağı dəyişilmiş, tabii biolojik qapaq implant edilmiş xəstələr. İllər sonra hər qapağın bir müddəti mövcuddur və bu qapaqlar hansı ki cərrahi yol və ya invaziv yolla taxılan, implant edilən qapaq əgər deformə olarsa və qapaqda darlıq və ya ciddi qaçaq meydana gələrsə, biz yenə ikinci dəfə xəstənin döş qəfəsini açmadan ayaq damarından girib bu köhnə taxılan qapağın, yəni deformə olan bioloji qapağın içinə yeni bir bioloji qapağı invaziv yolla implanta edə bilirik və xəstəyə 10 il və ya 10 il üstü daha bir yaşam şansı verməkdədir və ümumiyyətlə də xəstədə damardan heç bir şəkildə kəsik aparılmadan ayaq damarından girilərək özəl qapatıcı proqlayt dediyimiz cihazlar vasitəsilə qapatılaraq bitirilir əməliyyat. Əməliyyat sedasiya altında ümumi anesteziya verilmədən, öncəsində kompüterli tomoqrafiya çəkilərək bütün qapağın anatomiyası, quruluşu dəyərləndirilərək, köhnə qapağın ölçüsünə uyğun olaraq yeni qapaq ölçüsü alınır və yeni qapaq ayaq damarından girilərək implantasiya edilir. Tabi əməliyyatının eynisidir, sadəcə orada daha öncəsində taxılan bioloji qapağın içinə yeni qapaq yerləşdiririk və bu bizim mərkəzimizdə aktiv tətbiq edilən bir əməliyyatdır və hər şey qaydasında olarsa xəstə bir gün sonra evinə göndərilə bilir və bunun üçün də əlavə heç bir, yəni tabi əməliyyatından başqa qeyri-adi bir müalicə yoxdur. Sadəcə normal tabi əməliyyatında verdiyimiz müalicənin eynisi, qan doldurucu müalicə xəstə evə göndərilir və bir həftə 10 gün sonra təkrar kontrola çağırılaraq ümumi vəziyyət dəyərləndirilir və onun nəticəsinə görə də gedişat müəyyənləşdirilir. Bu əməliyyatda bugün özəlliklə daha öncə invaziv kardiologiyanın da bu qədər inkişaf etmədiyi dönəmlərdə açıq əməliyyat vasitəsilə qapağı dəyişilən xəstələr, doktor mən bu qapağın müddəti bitdikdən sonra deyək ki, burada deformasiya yarandı, bir darlıq və ya qaçaq yaransa, mən ikinci dəfədəmi açıq ürək əməliyyatı olmaq məcburiyyətindəyəm? Xeyr. Və bu özəlliklə bu tip xəstələr üçün bir ümid yeridir, bir işıq yeridir və xəstə ikinci dəfə döş qəfəsini yarmadan ayaq damarından girilərək yeni qapaq köhnə qapağın içinə yerləşdirilir. Artıq tabi əməliyyatının yayğın istifadəsindən sonra taxılan tabi qapaqlarının da bəlli bir müddət sonra, müddətinin bitdikdən sonra yaranan darlıq və qaçaqlar üçün bugün dünyada aktiv bir şəkildə tətbiq etdiyimiz bir əməliyyatdır. Yəni valv-in-valv tabi dediyimiz əməliyyat taxılan tabi qapağın içinə yeni qapaq yerləşdirilir və xəstələrin komfortu üçün ikinci dəfə açıq ürək əməliyyatı olmaması üçün çox böyük şans doğuran bir əməliyyatdır.